7 qızıl qayda deyilən bir qayda var ki, bütün minaxtaranlar əməliyyatlar zamanı o prosedurlara hökmən əməl eləməlidirlər. İlkin olaraq minaxtaran minaxtarma prosesinə başlamazdan əvvəl axtaracağı yeri vizual olaraq gözlə yoxlayır və ondan sonra həmin ərazidə tələməftil istəyən deyilən bir alət var. Hansı ki, orada tələməftilin işə düşən bilirsiniz ki, minalar olur, onlar artıq otun içərisində yerə yapışmış vəziyyətdə, yaxud tündür vəziyyətdə olur. O həmən proseduru yerinə yetirir və ondan sonra detektorla həmən ərazi yoxlanılır. Detektorla həmən siqnal tapılandan sonra minaxtaran həmən ərazinin siqnalın mərkəzini təyin etdikdən sonra ora işarəsini qoyur. Çünki həmən harda siqnal verdiyi onun yadından çıxmaması üçün işarəsini qoyur və 20 sm arxadan yerin altın xüsusi şiş vasitəsilə yoxlayır. Və o şiş vasitəsilə yoxlayandan sonra da qazma əməliyyatının, qazma prosedurunu həyata keçirir ki, yenə təhlükəsizlik məsafədən arxadan siqnalın üzərinə təsir eləməmək şərti ilə və artıq ondan sonra o təyin edir ki, yerin altında təyin elədiyi siqnal minadırmı, yoxsa digər metaldır. Bəs mina olarsa? Minaxtaran orada minanın olduğunu əmin olduqdan sonra hansı ki işarə qoymuşdur siqnalın yerin yada saxlamaq üçün. O işarənin bir üzü qırmızı, digər üzü isə ağ rəngdə olur. O ilkin olaraq ağ rəngdə qoyur işarəni, çünki hələ bilmir orada minadır yoxsa mina deyil. Sonra işarəni qırmızı üzünə çevirir və iş xəttini bağlayaraq bölmə rəhbərinə məlumat verir.